Buraxıram hərəni öz vicdanına. Hərə öz vicdanı ilə əməyi qiymətləndirsin, baxsın və təqib atsın, bəyənsin, zəhmət olmasa. Və bizim illərimiz haqqında da sizə çatdıracağım məlumatlar var. Ona görə də hamınız aktiv olun, zəhmət olmasa. Xərçəng bürcü altında doğulan insanlar su ünsürü olduğu üçün xərçəng bürcü altında doğulan kişilər demək olar ki, ürəyi açıqdır, qəlbi açıqdır. Amma biraz gəzməyə meyillidir. Deyəcəksiniz ki, hansı kişinin gəzməyə meyilli yoxdur ki? Amma xərçəklər olduqca ehtiraslı və çılğın kişilərdirlər. Ona görə də onlar pulla davranmağı bacarmırlar, ümumiyyətlə pul xərcləyəndirlər. Amma gəlginən ki, yanlarında dünya gözəl bir xanım olsa, onların gözü o yana bu yana həmişə baxır. Amma həm yüksəyəndir, həm də tez inciyəndir, amma həm suçlu, həm də güclü. Ona görə də xərçəng kişiləri çox demək olar, onlarla mülayim olmaq lazımdır. Əgər bir balaca onlardan nəsə sirlərin bildinsə və yaxud da nələrisə üzə çıxdısa, başlayırlar küsürlər. Amma xərçəng qadınları ailə canlı, ev canlı, sevgi canlı, dəyişkən xarakterə malik, gözəl və xeyirxah xanımlardır. Xərçəng bürcü altında doğulan xanımlar ev yıxan xanımlar deyil, ev quran xanımlardır. Amma bu xanımların özlərinin öz dünyaları var, çılğındılar, ondan sonra dəyişkən xarakterə malikdirlər. Amma xərçəng xanımlarının çantasına 2000 pul qoyduğuna, geçsinlər dükana, onlar heç vaxt heç nə almayacaqlar özlərinə. Məsəl üçün evə bir dəsmal lazımdır, 5'ini alacaqlar. Bir stəkan lazımdır, 4'ünü alacaqlar. Ancaq evə xərcləyəcəklər. Bir də görəcəklər ki, maddi imkanları artıq bitdi və onda stresə düşürlər. Xərçəng xanımları gözəl evdarlıq qabiliyyətinə malikdir. Xərçəng xanımları balalarına, ailələrinə bağlı xanımlar olur və öz pişirdikləri, onların mətbəxdə pişirdikləri xörəyi, ondan sonra şirniyyatı yedikcə ağzında da gəlir. Niyə görə? Onlar öz pişirdiklərinə məhəbbətlərin qatırlar, pişirirlər. Ona görə də xərçəng bürcü altında doğulan xanımlar çox vəfalı, sədaqətli və ailəyə bağlı xanımlardır. Xərçəng kişilərindənsə xanımları daha çox dəyərlidir. Amma ümumilikdə gəlin görək, xərçəng bürcü altında doğulanları nələr gözləyir və 2025-ci ilin mart ayından 2026-cı ilin fevral ayının 16-sına qədər artıq yaşıl ağac ilan ilidir və bu ilan ilində bitəcək 2026-cı ilin fevral ayının 16-sında. Görək 2026-cı ilin 16-sına qədər bu mart ayından gələn fevrala qədər nələr gözləyir xərçəngləri. Amma bunu zəhmət olmasa təqib atın, bəyənin, paylaşın ki, çünki bu paylaşımdan sonra artıq şirlərin növbəsidir. Məni söyləyin, məni kim söyürsə özünə geçsin. Çünki mən nə var onu deyəcəm, heç kimi tumarlamayacam. Hansı kişinin, qadının nə xasiyyəti var onu da deyəcəm və nələr gözləyirsə onları da deyəcəm. Çünki bu paylaşımdan sonra şirlər gəlir. Xərçəng bürcü altında doğulanlar sizi nələr gözləyir bu yeni ildə? 2025-ci il ilan ili çılğın xərçənglərə hər şeydən əvvəl münasibətlərdə çoxlu dəyişiklik gətirəcək. Yeni tanışlıqlar, köhnə əlaqələrin möhkəmlənməsi, məcaralar, görüşlər, ayrılıqlar, barışıqlar da və vidalar. Yəni sizin həyatınızda bunlar olacaq. 2025-ci ilin bütün əsas hadisələri bürcü nümayəndələri üçün başlıca olaraq istər qohumlar, istər iş yoldaşları arasında, istərsə də sevgi həyatında, münasibətlərdə özünü mütləq göstərəcək. Peşəkar sahədə xərçənglər özlərinin gizli istedadlarını və bacarıqlarını üzə çıxara biləcəklər. Xərçənglər üçün bu il çox şahəli sahədə özlərini göstərmək deməli imkan verəcək. İstər istedadınızı, istər ağlınızı, zəkanızı, pul qazanmaq xasiyyətinizi, evlənmək, ailə qurmaq, ərə getmək, yeni nailiyyətlər əldə eləmək üçün xərçənglər üçün bu il ən şanslı illərdən biridir. Xərçənglər çalışın bu ili əldən buraxmayın. Çünki su ünsürü olduğunuza görə yaşıl ağac ilan ili sizə çoxlu şans verəcək və bu şansı
bırakmayın elden. Ondan sonra büyük miktarda pul toplamak alınmasa da itkiler de olacağı gözlənilmir. Cəsarətli olun, özünüzü yeni imkanlardan məhrum etməyin. Xərçəng bürcü altıda doğulanlar, bəlkə də siz bu il milyonlar düşünürdünüz. Amma o milyonları əldə edə bilməsəniz də, sevgi həyatınızda, ondan sonra iş sahənizdə yeniliklər olacaq, amma milyonçu ola bilməyəcəksiniz. Amma nələrəsə nail olacaqsınız. Əsas odur ki, qazandıqlarınız həkimə, hakimə getməyəcək və uğurlu, düşərli il olacaq. Maddi cəhətdən artım olmayacaq, nə də azalım olmayacaq. Elə stabil qaydada da gedəcəksiniz. Gələn paylaşımımız şiirlər haqqında olacaq. Çünki bürcləri deyib qutarandan sonra illərə keçəcəm. Ona görə də xahiş edirəm, kimin bu paylaşım qabağına çıxırsa, bəyənin, təqib atın və izləyicilərimiz daha da çoxalsın illəriniz haqqında və hansı bürclərlə hansı bürcdə ailə qura bilər, hansı bürclərin talismanı hansıdır, hansı bürcləri yeniliklər gözləyir, hansı aylarda nələr veriləcək, baş verəcək, onlar da deyəcəm. Amma bircə bəyənin, paylaşın, təqib atın, sizə xahiş edirəm. Da 600 min baxıb 20 min bəyənməsin. Heç olmasa 600 mindən 100 mini bəyənsin də. Allah sizi qorusun, xərçəklər sizi sevirəm. Çünki siz su ünsürüsünüz, ürəyiniz, qəlbiniz təmizdir. Xərçəng xanımlarına diqqət, qayğı lazımdır. Çünki niyə görə ki, xərçəng xanımları sevdiyi insandan var dövlət istəmir. Onlara bir dənə çox sağ ol, ürəkdən de və qiymətləndir. Onlar sənə canlarını verəcək. Kimin həyatında xərçəng xanım varsa, o kişi xoşbəxtdir. Və ona görə də xərçəng xanımlarla müğayət olun. Xərçəng xanım kişilər də pisdir, amma biraz gəzəyəndirlər də, eybi yoxdur. Onlar da başa düşmək olar, amma ürəyi açıqdır. Əsas odur ki, bura təmiz olsun, qalanı hamısı düzəldər. Allah hər kəsin ürəyinə görə versin. Sağ olun, sağlıqla qalın, Allah əmanət olun. Növbəti şir bürcü gələcək inşallah. Allah sizi qorusun.